Mənə bilirsiniz nədir qəribə gələn? Avropada 2 milyona yaxın bəlkə də mühacir var. Amma onlardan 10 nəfərə, 15 nəfərə çıxıb haqlarını, hüquqlarını tələb eləyir. Bəziləri də ağız dolusu deyir ki, mən Azərbaycanda mitinqlərdə, aksiyalarda olmuşam, Azərbaycanda öz haqlarımı, hüquqlarımı tələb eləmişəm. Sən Azərbaycanda açıq şəkildə aksiyalara çıxıb öz haqqı, hüququ tələb etmisənsə və bundan çəkinməmisənsə, qorxmamısansa, necə olur ki, Azərbaycandan Avropaya gəlib, bu cür müstəqil bir ölkədə sən haqları və hüquqları tələb eləməkdən çəkinirsən, qorxursan? Necə olur bu? Və yaxud da işlərin hansısa bir çətinliyə düşəndə burada aksiyalara, mitinqlərə çıxırsan. İşlərin düzələndən sonra həmən aksiyalara, mitinqlərə daha çıxmırsan. Necə olur bu? Çünki yalan danışırsınız çoxunuz. Çoxunuz artistlik eləyirsiniz. Kişi ona deyərəm ki, haqqını, hüququnu hər yerdə tələb eləsin.